O indi nuklear ailə modeli var. Ata, ana, bir də uşaq. Və elə bu şeyi də bütün statuslarda da bu cür Kafkadan ya kimdənsə sözlər alırlar, yazırlar ki, kiçik bir dairə. Yəni kiçik bir əhatə. Çox insanları həyatlarına almaq istəmirlər. Çox insan sənin həyatına girən çoxlu burun deməkdir. Ona görə də qohumlar, ondan sonra hətta birinci dərəcəli qohumlar, nənə, baba, qaynana, qaynata, bunlar arzu olunmaz şəxslərə çevrilibdir artıq. Ki, bunları da rədd edirik həyatımızdan, öz bildiyimiz kimi yaşayırıq. Amma bunların anlamadığı bir şey var. Ki, o uşaq sağlam böyüməyəcək. Əgər onun nənəsi, babası, əmisi, bibisi, xalası falan bunlar olmayacaqsa. Hətta o qohumlar arasındakı mürəkkəb münasibətlərin özü belə. Bunlar indi bilirsiniz, belə komfort situasiyasından çıxış edirlər. Elə bilirlər ki, dünyada nə zamansa idillik bir situasiyalar olubdu. İdillik əmi, dayı, bibi falan olubdu. Elə deyil. Bu qohumlar problemli olurlar. İçində həsədlisi var, içində paxıllıq daşıyanı var, içində kinlisi var, içində ipə sapa yatmazı var, dəlisi var, ağıllısı var, müdriyi var. Sən bu iqlimdə böyüməlisən. Sən bütün bu rəngləri, təbiətin rəngləri nə qədər bizim üçün lazımdırsa, insanlığın da rənglərini buradan almalısan ki, sənə müdriklük gələ bilsin. Və uşaq da bütün o zənginlikdə böyüməlidir. Bəli, mən hesab edirəm ki, geniş ailə modeli ən sağlam bir ailə modelidir. Ailənin adı elə odur.